Dostlar salam, hər vaxtınız xeyir olsun. Deməli, biz ötən dəfə sizinlə Excel suallarının 2000 test toplusundan izahına baxmışdıq. Bugün isə PowerPoint suallarının izahına baxacağıq. 214-dən 243-cü suala qədər. 214-cü sualda deyir ki, verilmiş obyekt nələrə daxildir? Burada cavab olacaq diaqramlar. Gəlirik PowerPoint-ə daxil oluruq. Burada insert link tabı daxilində çarp bölməsi var və baxın, həmin o diaqram burada əks olunur. Növbəti şəkildə verilmiş net qrupu hansı net tabına məxsusdur? Biz Word-dən də bilirik ki, image, bir də illustration net qrupu. Bunların bütün Office proqramlarında demək olar ki, insert net tabı daxilindədir. Baxın, burada image, bir də illustration. Növbəti 216 şəkildə oxla verilmiş əmr hansı funksiyanı icra etmək üçün istifadə olunur. Bilirik ki, qruplar, biz obyektlərlə işlədiyimiz zaman, fiqurlarla xüsusən də onların qruplaşdırılması, qrupdan çıxarılması əməliyyatlarından istifadə olunur. Qrup əmri qruplaşdırma üçün, qrup isə sırf ingilisdən tərcümə, qrupdan çıxarmaq üçün istifadə olunur. Növbəti 217-ci sual, slides, new slide, yeni slide əlavə etmək. Bunu birazdan sualların içərisində görəcəyik. Home net tabı daxilindədir. Gəlirik PowerPoint-ə, net tabı daxilində, baxın, buradakı slides bölməsindən söhbət gedir. 218-ci sual, bunu həmişə tələbələrimə deyirəm, duration altında delay varsa cavab animation'dır, amma duration təkdirsə cavab transition'dır. Transition animation isə fərqi ondan ibarətdir ki, transition slayda keçid effekti vermək üçün istifadə olunur, animation isə obyekti keçid effekti vermək üçün istifadə olunur. Baxın, bu bölmədə duration və delay bölmələri. 219. Təqdimat proqramı barədə verilənlərdən hansı yanlışdır şəklində bir sual əks olunur burada. Variantları bir-bir analiz edərək, deməli, slaydların nümayiş zamanı gizlədilmə. Baxın, slaydların nümayişi demişəm. Slaydın nümayişi varsa cavab slide show-dur və slide show net tabı içərisindən əgər hər hansı bir tənzimləmə əməliyyatı aparırsa, sitatda bu doğrudur. Müxtəlif slaydlara müxtəlif sərlövhələr, yəni hidrofotoru əlavə eləmək olar, doğrudur. Bir səhifədən çox 9 slayd çap olunur. Bəli, Word-də 16 səhifə, burada 9 slayd. Animasiya effektləri, şəkilləri, yəni obyektə animasiya verirsə animationdan düzdür. E variantı bizdə səhv cavab olacaq. PowerPoint proqramından hansı məqsədlər üçün istifadə olunur? Çox sadə bir sual. Elektron təqdimatların hazırlanması üçün istifadə olunur. 221-ci sualda slaydlara verilmiş nümayiş vaxtını hansı rejimdə görməyimiz mümkündür? Deməli, bunun üçün biz birinci transition etapına daxil oluruq. Burada tutaq ki, bu slayd hələ heç nə yoxdur, amma buna bir nümayiş vaxtı təyin edirik. Məsələn, 2 saniyə və gəlirik, biz view etapına daxil oluruq. Çünki slaydların görünüş rejimləri burada əks olur və slayd sortura daxil olduğumuz zaman altda biz nümayiş rejimini, nümayiş vaxtını görməyimiz mümkündür. Deməli, cavab bizdə olacaq slide sorter. Növbəti. Slayd obyektinə verilmiş mətnin şrifti, şrift proqramların ruhundadır, yəqin göstərməyimə ehtiyac yoxdur. Slayda cədvəl əlavə etmək varsa insert, təqdimat üçün yeni slaydlar yaratmaq. Təqdimatla slaydın fərqi dostlar, təqdimat ümumi faylımızın özüdür, slayd isə onun ayrı-ayrı səhifələridir. 217-ci sualdan eynidir, home net tabı daxilindədir. Təqdimatın görünüş rejimləri, bayaq slayd sorturu göstərdim, haradaydı, view net tabı daxilində. Slaydların nömrələnməsi, yəni slaydın nömrənin əlavə olunması slide number əmridir. Slide number əmri isə insert net tabı daxilindədir. Sonra 227-ci sual, slaydın eyni nüsxəsini yaratmaq, yəni duplikatını yaratmaqdır, o da B variantı. Sonra 228-ci sual, color, grayscale, bir də black and white. Grayscale boz rəngdə deməli görünməsi üçün istifadə olunur. Yəni slaydların boz rəngdə görünməsi üçündür. Bu violet tabının daxilindədir. Deməli, biz gəlsək violet tabının daxilinə, baxın burada grayscale, yəni bu təqdimatı rəngini boz rəngdə eləyəcək. Orada boz rəngli olan başqa bir əmr də var idi, o çap zamanıdır. Çap zamanı isə printin daxilindən biz onu eləyə bilərik. Amma burada violet tabının daxili göstərilir. Təqdimatın slaydlarını boz rəngdə etmək üçün istifadə olunur. 229-cu sual, bunu siz tərcümə ilə də tapa bilərsiniz. Vertikal nədir? Şagulidir. Və burada görürsünüz ki, şəkildən də göründüyü kimi obyektlər bir-birinə simmetrik yerləşdirilib, yəni obyektlərin simmetrik olaraq şaquli istiqamətdə döndərilməsi üçün istifadə olunur. Fiqur əlavə etdiyimiz zaman avtomatik olaraq arrange qrupunun əmrləri aktivləşir. Buradan rotate-də fırlatmaqdır, yəni döndürmək üçün istifadə olunur.
230-cu sual. Deməli, sualda deyilir ki, şəkildə oxla göstərilən əmri yerinə yetirdikdə nə baş verər? Shape nədir? Bizdə fiqurdur, dostlar. No fill isə o deməkdir ki, burada rəng seçimləri verir, colorlar verir. No fill isə yəni rəngsiz olsun. Qeyd olunan obyektlərin doldurma rənginin ləğv edilməsi üçün istifadə olunur. 231-ci sual. Deməli, şəkildə oxla göstərilən əmr yerinə yetirildikdə nə baş verər? Bu yenə arrange qrupunun içindədir. Görürsünüz ki, obyektlərlə işlədiyimiz zaman aktivləşir. Align bölməsinin içindən bu bölmə aktivləşir. Yenə vertikal şaquli istiqamətdə. Deməli, qeyd olunmuş obyektlər arasındakı məsafəni baxın. Şəkildən də görünür. İki obyekt arasında nə var? Məsafə var. Məsafəni şaquli istiqamətdə bərabərləşdirmək üçün istifadə olunan bir bölmədir. İçdik növbəti. 232-ci sual. Animation etabı daxilində duration və delay, start on click nə deməkdir? Yəni kliklədiyimiz zaman slayda verilmiş, yəni slayd obyektinə verilmiş animasiyanın başlaması üçün istifadə olunur. D variantı. Sonra 233 deməli, hansı obyektlərlə işlədiyimiz zaman şəkildə göstərilən lent qrupu aktivləşir. Gedək bunu eləyək. Bunu normal görünüş üçün qaytaraq. Insert lent tabı daxilində deməli bizdə burada smart taktlar var. Smart taktlardan aşağı getdiyimiz zaman bizimki circle-ın içindədir. Elə burada da daxil ola bilərik. Baxın bu OK kliklədiyim an gəlir düşür və baxın layout. Layout saydadır. Smart takt dizaynın içində. Bu nə zaman aktivləşir? Smart takt əlavə etdiyimiz zaman deməli cavab bizdə olacaq. 233-cü sualda C variantı. 234 şəkildə oxla göstərilən əmr yerinə yetirdikdən sonra hansı əməliyyat baş verər? Deməli, bu obyektin daxilində keçid effekti vermək üçün istifadə olunur. Yəni, gedək eləyək. Burada başqa bir slide əlavə eləyək. Gərək insert lent tabı daxilində hansı bir belə bir fiqur əlavə eləyirik bura. Və fiqur əlavə elədiyim zaman, baxın, shape fiquru doldurmaq. Burada gradient görürsünüz. Gradient isə bu formada keçid rəng effekti vermək üçün istifadə olunur. Deməli, cavab hansı sual idi bu? 234-cü sualda keçid rəng effekti B variantı olacaq. Təqdimatın normal rejimdə əks olunduqda işçi sahənin sol panelində nə əks olunur? Baxın, sol paneldə slaydların kiçik eskizləri əks olunur. Baxın, hansı cavabdadır? Y variantında 236. Normal rejimdə proqram pəncərəsinin işçi oblasına aid olmayanları müəyyən edin. Deməli, normal rejim bizim hal-hazırda gördüyümüz bu rejimdir, yəni işlədiyimiz rejimdir. Buradan mən notusu açıram, çünki çox vaxt aşağıda not bölməsi olur. Biz yəni şərhləri və notları görürük. Bir də sol tərəf kənarda slides bölməsi var, yəni slaydların kiçik eskizləri var, onları görürük. Amma oblastları görə bilmirik. Ona görə də 2, 4 və 5-ci cavablar bizdə burada aid olmayanlar olacaq. Sonra 237 təqdimat normal rejimdə əks etdirmək üçün rejimlər. Rejimlər həmişə bütün Office proqramlarında view lent tabının daxilindədir. Sonra 238 təqdimatın görünüş rejimlərini müəyyən edin. Deməli, təqdimatın görünüş rejimləri indi açıb göstərəcəm. Notes page var bizdə. Sonra slide sorter var bizdə. Bundan əlavə baxaq görək. Deməli, outline view var. Bizdə qaralama rejimi üçün istifadə olunur. Bir də ready view var. Bizdə 1, 3, 4 və 6-cı cavabları var. Gəlirəm yenidən təqdimatına. View lent tabı daxilində baxın, orada slide sorter var idi, notes page var idi, reading view var idi və outline var idi. Qalan rejimlər demək olar ki, bizdə yoxdur. Slaydlara müxtəlif obyektləri əlavə etmək üçün hansı lent qruplarından istifadə olunur? Deməli, bizdə lent qrupları olacaq tables, bizdə lent qrupları olacaq image, illustration, bir də bizdə olacaq media. İndi izah edirəm, niyə bunlar olacaq. Gəlirəm insert lent tabına daxil oluram. Bilirsiniz ki, insert bir lent tabıdır və bunun altında gördüyünüz slides, table, images, illustrations, links, comments, text, bunların hamısı olacaq lent qrupları. Bizdən də şərtdə əmr soruşmur, deyir ki, slaydlara müxtəlif obyektləri əlavə etmək üçün hansı lent qruplarına istifadə olunur? Təbii ki, tables lent qrupudur, pages yoxdur.
Pages Word üçün xarakterikdir. Burada sol kənarda birinci yerləşir. Images olacaq bizdə. Chart əmirdir dostlar. Lent qrupu deyil. Mənim rekorduma baxdıqca yəqin kitab yanınızda olacaq. Orada variantlardan bir-bir görəcəksiniz. Illustration lent qrupudur. Ona görə biz ayırt edirik. Sonra header footer yenə bir əmirdir, yəni lent qrupu deyil. Media isə lent qrupudur. Ona görə biz table, images, illustrations, bir də media qruplarını cavab olaraq götürdük. Növbəti 240-cı sual şəkildə verilmiş lent qrupu hansı lent tabına məxsusdur? Setup slaydın nümayiş zamanı tənzimlənməsi üçündür. Slaydın nümayişi nədir? Slide show'dur. Gəlirik yenə daxil oluruq slide show'ya. Setup baxın buradakini bizə təsvir edib. Növbəti 241-ci sual hansı lent qruplarına slaydlara obyekt əlavə etmək olmaz? Bayaqki sualın tərsi dedi, tables'dan, images'dan, illustration'dan və mediadan əlavə etmək olar, amma deməli pages'dan, chart'dan, sparklines'dan, bir də header footer'dan əlavə etmək olmaz. Onlar əmirlərdir. Və növbəti 242-ci sual təqdimatı yeni slayd əlavə etmək və 243-cü sual isə yeni təqdimat yaratmaq. Deməli dostlar, təqdimat ümumi faylın özüdür. Biz gəlin birinci 243-cü sualla baxaq. Biz sizinlə sonra qaydaq əvvəlki hissəyə. Yeni təqdimat hansı üsullarla yaradılır? Yəni yeni bir PowerPoint faylı yaradırsınız. PowerPoint faylı yaradırsınız. Bunu yaratmağımız üçün, deməli, biz cəhd müraciət panelində new hissəsi var. Oradan istifadə edəcəyik. Klaviaturadan Ctrl-N eləyəcəyik. Bir də fayl menüsündən new eləyəcəyik. Bu, həmin bu Ctrl-N-dir. Yəni, sıfırdan bir boş təqdimatın yaradılması üçün istifadə olunur. Və yaxud da fayl menüsündən də eləyə bilərsiniz. Buradakı new əmridir. Ona görə biz, deməli, cavab olaraq götürürük. 243-cü sualda 2, 3, 4 cavabına və qalxırıq yuxarıdakına, o da bunun tərsi olacaq. Yeni slayd əlavə etmək. Yeni slayd əlavə etmək üçün Ctrl-M-dən istifadə olunur. Dostlar, Ctrl-M slayddır. Burada N olsa artıq təqdimatdır. Yəni, yeni təqdimatdan yeni slaydı qarşıdırmaq olmaz. Təqdimat faylının özüdür, slayd onun bir səhifəsidir. Deməli, biz yeni slayd yaratmaq üçün Home tabından istifadə edə bilərik. Insert-dən də istifadə edə bilərsiniz. İndi açıq göstərəcəm. Ctrl-M-dən istifadə edə bilərsiniz. Bir də Slides hissəsində Enter klikləməklə də bu əməliyyatı icra edə bilərsiniz. Gəlirəm, əvvəlki hissəyə daxil oluram. Yollardan biri budur. Enter elədim, yenisini artırdım. Biri Home-da, baxın, burada New Slide var və Insert-də New Slide var. Siz eləyirəm, görəsiniz. Bir də klaviaturadan Ctrl-M eləsəm, avtomatik olaraq yeni slide yaratmış oluram. Növbəti 244-də artıq bir aksesə, PowerPoint bu qədər, 213-dən 243-ə qədər növbəti dərslərdə görüşənədək.